balası ölür. Yaxşı olub, torpağımızı özümüzə qaytarıblar, eləmi? Nəyə görə şəhid anası, şəhid atası qiymətləndirmir? Bizim burada dünənkü şəhidimizin anası Qunça anam canın tapşırdı. Burada bir dənə nə bələdiyyə oldu, nə icra nümayəndəsi, daha qardaşınkın deyirəm ha, nə bağça müəlliməsi, nə məktəb direktoru, Allahın 5 manatlıq gülü ilə bir əklik bağlayıb, burada durmadılar, bir məktəbli olmadı. Bəhruz, dedim bir dənə Azərbaycan bayrağı gətirin qaldıraq, burada bir Azərbaycan bayrağı tapılmadı. O bayraqdan biri 5 manatdır, ikisi mənim evimdədir, ikisi ananın evimdədir, şəxsən bizdə Əhmədallar kəndindəyim. Bizim icra nümayəndəmiz, kəndinkini deyirəm. Veteranlarımız, məktəblərimiz, bağçamız hərəsi 2 bayraq qaldırır. Mənim balamın məclisində bəlkə 20 bayraq qalmışdı anının içində. Niyə burada bir dənə bayraq çıxmadı? Hani buranın bələdiyyəsi, hani buranın icra nümayəndəsi, hani İlham oxudu məktəbin direktoru, müəllimi, 2 uşaq gətirib bir əklillə qabaqda yerimədi. Nə yaxşı şəhid analar var idi. Tələm-tələsik biz bir əklik bağlatdıq. Nə olardı? 50 manat pulu çıxardı. Heç bunu Allah götürmür, bağışlamırıq, qəbul eləmirik. 3 gündür bizim bağrımız çatlayır. Ona görə ki, bir dənə qabağa düşüb, burada bir dənə çıxış eləyən nümayəndə olmadı. Mən istədim çıxış eləyəm, nə qədər ağlamışdımsa, nə qədər çırpındığımızda, istədim o məza orada oturub namaz qılın sonra çıxış eləyəm. Özümü dayana bilmədim, bildim ki, eləyə bilməyəcəm. Belə oğlanlar yanımda olsaydı, desəydi ana qorxma buradayıq. Ona görə ki, heç belə bağışlamırıq, ayaq saqqallar. Deməli biz öldük, bizim balalarımız, mənim oğlum yoxdur. Yoldaşım da balamdan sonra rəhbərtdə öldü. Mənim evimdə bir dul qız var. Məni necə götürəcək o qız? O qız götürəcək. 100 kişinə əvəz edir, bağışlayın məni. Amma onun yanında nə olar? Ona dəstək olmaq lazımdır. Böyük Xaliqin yanında bir dənə buradan bələdiyyə çıxsın, gəlsin mənim qabağıma. İcra nümayəndəsi gəlsin bura. Hanı? Niyə bağlatmadınız vəkilləri? Niyə urbatsız gedir bizim ölümümüz? Niyə bayraqsız gedir bizim ölümümüz? Nəyə görə? Niyə alıblar bu torpağı? Qunçaya 2 sot torpaq veribsiz deyil, bana veribsiz deyil, bu birisine veribsiz deyil. Hansı anıya, atıya 2 sot torpaq verilibdir? Torpağı oğlunuz alıbdır, alın bu torpaqları siz yiyin. Hanı? Heç də verilməyib bizə. Ayıbdır, xahiş eləyirəm. Bütün hər yanda, nə Qaydışda, nə Kərimbəlidə, Azərbaycanın hər rayonunda, Füzuli rayonunda, hər kəndində şəhid var. Bu hərəkəti axırıncı səfər olsun. Bir də mən, bir dənə keçən anamız heyl olubdur. Biz analar ətil bağladı, onu götürmüşük məzara. Bir də indi Qunça bacı burada, hər yanda var. And olsun Allah'ın adına, balamın torpağına. Bir də bir atanın, ananın məclisində heyl olsa, mənim ki burada bir adı otlu yaşam özümü. Ona görə ki, bağışlaya bilmirəm, 3 şəhid vermişəm. Oğlum, kürəkənim qardaşım, neynirəm o torpağı? Mənim ocağım sönüb, çırağım keçirdi. Balalarım yetim qalıb, atasız qalıb, qardaşsız qalıb, heç kəs yoxdur mənim balalarım. Belə götürəsiniz məni, belə götürəsiniz şəhid anasını atasın. Xaliqin yetək qoydu burada cəmaat. Nə olardı? Adama 50 manat pulu çıxardı. Hani o nümayəndələr çıxsınlar mənim qabağıma cavab versinlər. Mən bağışlamıram da barışmıram. Allah'ım var, nə deyirsiniz madiyyə özümə deyin ha. Bax özümə deyin. Sözdə nə deyir?